Muhterem dostlar, 29. Gümüşhane Kültür Sanat Festivali kapsamında düzenleyeceğimiz Herfene Gecesi ve Şiir Dinletisine hoş geldiniz, şeref verdiniz. Tabii ne geldiyse başımıza bu Hışır Osman'ın yüzünden geldi. Bırakmadın benim peşim, kurutmadın gözüm yaşın, neyinden korkayım kışın, yazın yağar kar başıma dedi. Yazın yağar kar başıma, yazın yağar kar başıma, kar başıma. Təbrizdən, Qaradağdan, Zəncandan, Urmudan düşdüm. Musul, Kerkük, Halep, Tebriz, Urumiye, Doğu Türkistan. Sizin ayağınızda taş, bizim gözümüzde yaş. Hər sözdən öncə mən bu proqramı yapan, əməyi olan hər bir kəsdən minnətdarlığımı bildirirəm, təşəkkür edirəm Tələt hocamla. Layiq görüb bizi dəvət elədilər bura. Mən Gümüşhanəni çox gözəl gördüm. Malından gülüm gülüm kızlar zekat vermiyor. Gülüm gülüm babasının malından. Sanki tempo tutarsak biraz ısınırız kıymetli misafirlerimiz. Hadi bakalım. Ad yerinə türk qazın, daşa qazın, gələcəyin dırnaqları pozanmasın, bəlkə oradan ötənlərin gözlərinə dəydi bəlkə. Güzel kızlar, aynı nezeli kızlar, dünya güzeli kızlar. Hər halda sizə can sağlıq arz edirəm. İnsafdır bir 100 bölünə, ürəyində buz bölünə, hamı üçün yaz bölünə, bizə çatan qışdır hələ. Bəlkə ruhumdur tələsir, cismimdə ruhumdur əsir, bir həsir, bir Məməd Nəsir, qara yolda yolçuyam mən.